Bir neçə gün əvvəl bir video paylaşmışdım. Bir video çıxmışdı qabağıma. Orada sual verilir ki, nüvə müharibəsi olarsa, nüvə müharibəsinin qanunlarına görə, yəni belə bir qanunda müəyyənləşib bu dünyada, nüvə müharibəsi olarsa sığınacağa girərkən sən öz heyvanını, öz heyvanını, itini, pişiyini fərqi yoxdur, qapının xaricində buraxmalısın, bayırda buraxmalısın. Və videoda sual verilir ki, siz bunu edərdiniz ya yox. Orada minlərlə bəlkə rəy var idi. Mən girib onların böyük əksəriyyətini oxudum və çox kövrəldim mən onları oxuyarkən. Mən onların səmimiyyətinə qətiyyən şübhə etmədim. Onlar hamısı, böyük əksəriyyət deyirdi ki, mən heç vaxt bunu eləmərəm. Mən heç vaxt öz heyvanımı qapının çölündə qoyub içəri girmərəm. Yəni, dediyim kimi, mən şübhə etmədim onların səmimiyyətinə. Çünki bu, məhz heyvan sevgisini yaşayan insanlardır. Bu, ümumiyyətlə, sevgi ilə az və ya çox tanış olan insanlardır. Xüsusilə heyvan sevgisi daha rahat olduğu üçün, daha asan olduğu üçün biz başqa şeylərdən və bütünlükdə həyatda, insanlara sevgini biraz çətin öyrənirik, amma heyvan sevgisi bunlardan ən asanıdır. Ona görə də elə sevgini öyrənmək birinci heyvan sevgisindən başlayır və heyvanını sevməyən adam, ümumiyyətlə heyvanını sevməyən adam və heyvanlara belə biraz negativ yanaşan, bəzən hətta aqressiv, yəni mən demirəm ki, onları incidən, işgəncə verən və s. Yəni bunları eləyən adamların sevgiyə yaxınlaşma ehtimalı daha azdır. Yəni, bu mənim üçün dəqiq bir şeydir, bir mənalıdır. Yəni, nə demək istəyirəm? Bax, o şeyi, yəni mənə də o sual verilsə, mən onu heç müzakirə belə eləmirəm özümlə belə şeyləri. Yəni, mən necə, tutaq ki, Şantini demirəm hələ, Şanti mənim 11 illik ev yoldaşımdır, həyat yoldaşımdır, ömür yoldaşımdır, nə bilim, mənlə birlikdə gəlib bu 11 ili, mən bu 11 ildə yaşadığım bir çox şeyin həm öyrədicisidir, həm təsir edicisidir. Yəni, çox şey öyrənmişəm mən ondan və aramızda elə bir bağ var ki, mən bunu bəlkə çox insanla o bağım yoxdur mənim. Elə bir bağım yoxdur. Yəni, nəinki Şantini, Şantidən əlavə mənim evdə bu dəqiqə 7 pişiyim var. Mən o 7 pişiyin heç birini qapının, nəinki hətta o pişikləri, heç mən hansısa tanımadığım bir pişiyi iti belə qapının xaricində qoyub içəri girə bilmərəm. Bu aksiomadır. Yəni, mən ya onunla girərəm, ya da ikimiz də orada qalarıq. Burada orta yol yoxdur. Başa düşürsünüz? Bəzən belə şeylərdən danışanda, məsələn, ondan başqa bir post paylaşmışdım, insan həyatının dəyərli olması ilə bağlı, müharibələr və s. bunlarla bağlı. Yəni, bəs bu nədir? Bəs bundan başqa necə ola bilər ki? Yəni, biz bunu eləməsək, biz necə sevgidən danışa bilərik? Necə mərhəmətdən danışa bilərik? Necə bağlılıqdan, sədaqətdən danışa bilərik? Necə əxlaqdan danışa bilərik? Başa düşürsünüz? Əxlaqdan. Əxlaq varsa əgər, əxlaq budur da. Bu deyilsə başqa nədir? Bu deyilsə başqa nədir? Mən təsəvvür edeyim. Mən pişiyimi qoyuram orada, girirəm içəri. Mən sonra necə əxlaqdan danışa bilərəm? Necə sevgidən danışa bilərəm? Və bu iki şey necə bir araya sığa bilər? Həm sevgidən danış, həm belə yüksək şeylərdən danış, həm də bir canlının həyatını heçə say, yəni, və yaxud öz həyatını ondan üstün say. Yəni, mənim həyat anlayışımda həqiqətən belə şeylərə yer yoxdur. Ölüm gəlirsə gəlir.
Ölüm gələcəksə gələcək, ölüm hər canlı üçün gəlir. Mənim pişiyim bugün də ölə bilər. Amma əgər mən belə bir seçim qarşısında qalıramsa ki, özümü ayırım ondan, onu fəda eləyim. Yəni deyə bilərsiniz, düşünə bilərsiniz ki, yəni onsuz da ikiniz də öləcəksiniz də, əgər girməsəz o sığınacağa, ikiniz də öləcəksiniz. Yaxşı olmazmı ki, sən özün yaşa, qoy o ölürsün? Yox. Yaxşı olmaz. Sonra mən bu təcrübə ilə sonra mən yaşaya bilmərəm. Bu xatirə ilə mən yaşaya bilmərəm. İnsan həyatı, bütün canlıların həyatı. Bax, mən vegetarian olanda məhz bu prinsiplə vegetarian olmuşdum. Düzdür, mən 10 ildən sonra vegetarianlığı tərk elədim, amma indi də mənim o içimdə bir şey qalıb, yəni indi də mən çox ət yeyə bilmirəm. Hələ mən demirəm, xəz və sair belə şeylər, ümumiyyətlə heyvan məhsulları, heyvanların ölümünə səbəb olan, xüsusilə nə bilim, o xəz filan hazırlanan heyvanlara ki, xüsusi işgəncələr verib, onları əmələ gətirirlər, o məhsulları. Mən onlardan ümumiyyətlə istifadə eləmirəm. Hətta mənim yastığım, balışım belə tükdəndir. Yəni o vegetarian olan vaxtlardan, üzr istəyirəm, yundandır. Yəni tükdən yox, məhz yundan. Çünki tükü yəni qaz filan tükü bilirsiniz də, qaz tükü, qu tükü, nə bilim belə şeylər heyvanların ölümünə səbəb olur deyə mən elə o zamanlar qoyun yunundan balış düzəltdirmişdim özümə. Hələ də ondan istifadə edirəm. Yəni burada mən maksimalist deyiləm, dediyim kimi. Burada mən tamamilə ət yeməmək və s. bu fikirdə deyiləm, artıq uzaqlaşmışam. Amma maksimum biz insan olaraq, biz bəşəriyyətin ən ali varlığı olaraq biz qorumalıyıq. Biz canlıları, o cümlədən də insanları biz qorumalıyıq. Biz nələrəsə görə, hansısa cılız maraqlara görə, nə bilim, torpaq üstündə, mal üstündə, mülk üstündə insan həyatını heçə saymamalıyıq. Biz dediyim, yəni təbii ki, bunu biz eləmirik. Bunu dünyanı idarə edənlər eləyir, siyasətçilər eləyir və s. Amma biz bu düşüncədə olmamalıyıq ki, bütün bunlar olmalıdır. Bütün bunları biz normallaşdırmamalıyıq. Bütün bunlar labüddür, bunlar zəruridir, olmazsa olmaz kimi baxmamalıyıq bütün bunlara. Rədd etməliyik bunları, bütün gücümüzlə, bütün varlığımızla rədd etməliyik. Ən azı özümüzdə bu sevgini yaratmalıyıq və hər kəs öz içində bunu yarada bilsə, hər kəs bax içində o insana sevgini, canlıya sevgini, sədaqəti, bağlılığı, vəfanı, bax bu yüksək əxlaqı özündə yarada bilsə, onda bax o dünyanı idarə edənlər də heç nə edə bilməyəcək. Hələ Tolstoy deyirdi ki, bihudə ölüm deyirdi. Bax bizim indi şəhid dediyimiz şeyə Tolstoy bihudə ölüm deyirdi. Və mən onunla həmişə o zamanlardan razı olmuşam və bugün də bu qənaətimdə qalıram. Bu kimlərinsə bizə yeritdiyi patriotizm və s. bunlar hamısı kimlərəsə lazım olduğu üçün bizim beynimizə yeridilib və təəssüf ki, o qədər dərin kök salıb ki, biz hələ də bu illüziyadan xilas ola bilmirik, bu yanlış təsəvvürdən xilas ola bilmirik və öz yaxınlarımızı, öz oğlumuzu, qardaşımızı, ərimizi, atamızı belə rahatlıqla dırnaq arasında deyirəm, çünki rahatlıqla olmur bilirəm, amma yenə də təmtəraqlı sözlərlə, əslində içində o qədər də bir şey olmayan o təmtəraqlı, pafoslu sözlərlə ölümə yola salırıq. Bax, bunu eləməyək. Bu
Bu yaxşı bir şey deyil. Bunda yaxşı, mən şəxsən bunda yaxşı heç nə görmürəm, heç vaxt da görməmişəm. Həyat dəyərlidir. Bir insan həyatı, bir canlının həyatı hər şeydən dəyərlidir. Onun bir günü dünya malından, mülkündən, nə bilim, nə qədər puldan çox-çox dəyərlidir. Pul üçün, mal üçün, mülk üçün, dünya resursları üçün bunu eləmək nə qədər uşaqcadır, nə qədər egoistçədir, elə deyilmi? Çox egoist bir yanaşma deyilmi? Behudə ölümdür. Напрасная смерть, belə deyirdi Tolstoy. Və xristianlığın belə xüsusi bir təriqəti var idi. Adı yadımda deyil. Onlar ümumiyyətlə uşaqlarını, övladlarını müharibəyə buraxmırdılar. Mən oğlan olsaydım əskər getməzdim. Həmişə bu fikirdə olmuşam. Necəsə bir yolunu tapardım, getməzdim. Qaçardım yəni. Fərari olardım yəni.